bu və digər formada dilə gətirilən bir məsələdir və düşünürəm ki, bəli, burada bir qədər də soyuqqanlı və emosiyadan kənar məsələlərin şərh olunmasına ehtiyac var. Çünki burada əgər siz bəli, doğru qeyd edirsiniz ki, əvvəlki müharibələr daha çox klassik bir ssenari üzrə baş verirdisə, burada uduzan və udan tərəf və ya uduzan tərəfin kapitulyasiya aktını imzalaması və yəni kapitulyasiya aktının imzalanması ilə biz artıq bu istinad nöqtəsi kimi dəyərləndirə bilərdik ki, var uduzan tərəf, var udan tərəf. Kapitulyasiya aktının imzalanması artıq bu iki tərəfin konkret olaraq müəyyən olunduğunu göstərən bir halda. İndi biz söhbət əgər bu 40 günlük müharibədən gedirsə, 12 də o cümlədən, 40 günlük də o cümlədən, burada hansısa bir kapitulyasiya aktının bir imzalandığını biz görmədik. Nəyə görə? Çünki müharibənin özü də belə o klassik müharibə janrında getmədi. Yəni burada misal üçün quru əməliyyatlar aparılmadı. Burada raket zərbələri ilə sanki sülhə məcbur etmə və ya asimetrik zərbələri İran etməklə nəticə etibarilə ABŞ-ın strateji tərəfdaşları olan ərəb ölkələrinə təzyiqi gücləndirmək və ya Hörmüz boğazını bağlamaqla iqtisadi cəhətdən Hindistanı, nə bilim, Çini və digər Cənubi Koreyanı, Yaponiyanı ABŞ-a qarşı qaldırmaq. Yəni bax bu kimi biz elementləri gördük. Burada daha çox iqtisadi, bu belə desək, sanki iqtisadi cəhətdən təzyiq etmə elementləri daha qabarıq şəkildə görünür. Amma misal üçün əvvəlki müharibələr, yəni biz o klassik müharibə ssenarilərinə diqqət yetirsək, misal 20-ci əsrdə baş vermiş müharibələrdə. Orada biz məsəl üçün iqtisadi zəminin, iqtisadi amilin elə də qabarıq şəkildə bir üzə verdiyini görmürük. Biz həmin müharibələrdə daha çox məsələnin məhz döyüş meydanında həmin o quru əməliyyatlar, dəniz döyüşləri, hava döyüşləri zamanı həll olunduğunu görürük. Misal üçün, əgər ABŞ-ın Vyetnamdakı kampaniyaya diqqət edirsə, burada da yenə ABŞ nəyə nail oldu? Heç nəyə nail olmadı. Yəni Vyetnamda da, yəni bugün baxmayaraq ki, indi əvvəlki bir sosialist ideologiyasından irəli gələrək burada daha çox ABŞ-ın uduzduğunu dilə gətirirlərsə, amma bəzi qərb mənbələrində ABŞ-ın müəyyən mənada burada qələbə çaldığını, bəlkə də ola bilsin, hansısa bir taktiki gedişlərdə qələbəsi olmuş strateji cəhətdən bu realda bu baş verməmişdi. Və bu faktiki olaraq burada Vyetnam olsun və digər Kamboca olsun, burada biz ABŞ-ın bu və digər formada müəyyən fiyaskoya da uğradığını gördük. Yəni konkret olaraq qoyulan hərbi məqsədlərə nail olunmamışdı. Eynilə, amma burada isə bir qədər fərqlidir situasiya. Əgər biz hər şey bu əfirdirək, əgər İran bugün nüvə silahı iddiasından əl çəkirsə və nüvə silahı ilə qonşu ölkələri, İsraili misal üçün, təhdid etmək niyyətindədirsə ki, nüvə silahı olmayandan sonra nə ilə təhdid edəsən? Bu məsələ bir tərəfə. Hətta biz o zənginləşdirilmiş uranın üçüncü tərəfə ötürülmə məsələsi barədə də danışa bilərik. Bu mövzu da hardasa pulları arxasında müzakirə olunur. Düzdür, səhv etmirəmsə bu sənəddə yer almasa da belə, amma ki biz o məsələ açıq qalır və İsrail bunu təhlükə görür, ABŞ bunu həll eləmiş məsələ kimi görür, amma istənilən halda bugün müəyyən o İranın özü iqtisadi cəhətdən müəyyən rıçaqları işə salmış da olsa da belə, amma mənim təsəvvürümdə burada daha çox qazanan tərəf məhz nüvə silahının istifadə olunmasının qarşısı və ya nüvə silahından istifadə etmə ehtimalının qarşısını almaq məqsədini qarşısına qoyan ABŞ faktiki olaraq buna müəyyən mənada nail oldu. Misal üçün bu Vyetnam, Kamboca, digər kampaniyalarda biz bunu görmədik. Əfqanistanda biz bu məqsədə çatmanı görmədik. Hərçənd ki, orada da özünə məxsus lokal şəkildə müəyyən məqsədlər var idi. Ona aşağı-yuxarı nail olunmuşdu. Amma burada çox böyük bir geosiyasi bir prosesləri yəni dərinə təhlil edib biz görürük ki, istənilən halda bizim üçün sırf Azərbaycandan söhbət gedirsə, bizə lazımdır ki, bizim qonşuluğunda hər hansı bir müharibə baş verməsi və ya potensial müharibə təhlükəsi olması və ya potensial müharibəyə təhrik etmə və ya
bunun üçün təhlükə yarada biləcək hansısa bir addımlar olmasın. Və biz indi ən azından bu bizim qonşuluqda belə bölgələrdə baş verən həmin münaqişələrin nəticəsi olaraq bu əldə olunursa, təbii ki, bunu ancaq alqışlamaq lazımdır. Və qeyd etdiyimiz kimi, burada klassik müharibə ssenaridən söhbət getmir. Burada tamamilə fərqli, bəlkə də ola bilsin 21-ci əsrə xas olan biz müharibəni gördük. Yeri gəlmişkən informasiya müharibəsi də burada özünü açıq-aşkar göstərdi. Elə necə ki, bu anlaşmada yer almış müddəalar, onun ətrafında gedən danışıqlar, hər bir tərəf özünə məxsus tərzdə digər tərəfi inkar etməyə çalışdı. Hətta müəyyən mənada indi düzdür, biz eyni zamanda o məlumatı yayan informasiya agentlərinin kimə də məxsus olduğunu, ona da diqqət yetirməliyik. Çünki burada dediyim kimi müəyyən mənada siyasi insinuasiyalar elementləri var. Çünki konkret olaraq beynəlxalq ictimaiyyəti çaşdırmaq və ya indi bu yaxınlarda da eyni zamanda belə bir rəyə də rast gəldi ki, bu daha çox İranın daxili auditoriya hesablanmış bir yanaşmasıdır. Bu da kökündən səhvdir. Çünki daxili auditoriya biz qapalı dünyada yaşamırıq, nə də İran qapalı dünyada deyil. Yəni əgər bu yüksək texnologiyaların ən yüksək səviyyədə təmin olunduğu və informasiya axınının çox, hətta baxmayaraq ki, İran 40 günlük müharibə zamanı nə qədər də boğsa da belə ölkənin internet məkanı, amma biz Starlink və digər müxtəlif texnologiyaların geniş tətbiq olunduğunu və İranın özündən belə bu internet dünyasına, virtual dünyaya məlumatın ötürüldüyünü biz gördük. Yəni bu ondan xəbər verir ki, nə qədər də bu iynəni o çuvalda gizlətməyə çalışsa da onu gizlətmək mümkündür. Xüsusilə də indiki şəraitdə. Ən azından balaca bir təhlil, balaca bir analitika, balaca bir hansısa bir ipucu məlumatla bağlı çox konkret nəticələrin əldə olunmasına xidmət edə bilər ki, indiki şəraitdə bu bir neçə mənbədən əldə olunan məlumat və artıq kifayət edir ki, ümumi bir mənzərənin formalaşdırmaq mümkün olsun. Söhbət siyasi mənzərədən gedir. Amma istənilən halda mən düşünürəm ki, burada daha çox qeyd etdiyim kimi bu kampaniya nə ilə başladı? Rejimin dəyişdirilməsi, bu kampaniya nə ilə başladı? Nüvə silahının istifadəsinin qarşısının alınması, ballistik raketlərin istehsal olunması, sonra bu əlavə olundu Hörmüz boğazı, bu dediyim məsələlər indi ballistik raketlə də bağlı olan məsələ bir qədər açıq qalan sual kimi dəyərləndirilə bilər tərəfindən. Amma ki, Hörmüz boğazı ilə bağlı ən azından 1-2 aylıq sərbəst keçidin təmin olunması əgər baş verərsə, bu dünyanın enerji bazarında və mənzərəsində o gərginliyin nisbətən azalmasına gətirib çıxarda bilər və hətta bu hasilatını artırmaqla, hətta növbəti kampaniyalar üçün, yeri gəlmişkən mən bunu da istisna etmirəm, müəyyən ehtiyatların toplanmasına səbəb ola bilər. Yeri gəlmişkən onu da deyək ki, ABŞ-da noyabrda o aralıq seçkiləri keçirilir. İndi nəzərə alsaq, iyun ayıdır, iyul, avqust 2 aylıq bir müddət, oradan payız ayına, yəni noyabra qədər bir 2 payız ayı qalır və bu müddət ərzində də düşünmürəm ki, hansısa bir hadisələr baş vermiş olsun, amma noyabrda keçiriləcək aralıq seçkilərində Donald Trump çox ciddi kart blanşlar alarsa, növbəti 2 il ərzində hadisələr tamamilə fərqli bir istiqamətdə cərəyan edə bilər.